Almaniyanın Leipzig şəhərində ötən həftə keçirilən Beynəlxalq Karate Federasiyasının VFK Kyokushin karate növü üzrə 7-ci dünya çempionatında Azərbaycan nümayəndəsi Səlahət Həsənov 80 kg çəki dərəcəsində birinci yeri qazanaraq dünya çempionu adını yenidən təsdiqləyib. 9 tatami üzərində keçirilən çempionat yarışlarında 30 ölkədən 1500-ə yaxın peşəkar idmançı iştirak edib. Səlahət Həsənov karate idman növünün ən sərt və çətin Kyokushinkai üslubu üzrə dünya çempionu adını Azərbaycana ilk və hələ ki yeganə qazandıran idmançımızdır. İlk dəfə o bu ada 2017-ci ildə Qazaxıstanda keçirilmiş dünya çempionatında layiq görülmüşdür. Səlahətin çempion titulları arasında 4 qat Avropa və Qafqaz bölgəsi üzrə çempion titulları da var. Balakhani Operating Company Ltd-nin əməkdaşı olan Səlahət Həsənov işlədiyi hasilat sahəsi ilə vurğun olduğu idman növü arasında oxşarlıqlar gördüyünü bildirib. İşlə yanaşı yarışlara hazırlaşmaq çətin olsa da, bunların hər ikisi mənim həyatımın bir parçasıdır. Kyokushini mənə sevdirən də bu idman növünün sərt nizam-intizam tələb etməsi idi.